Fevralın 25-də Milli Məclisin plenar iclası keçirilib. İclasda çıxış edən spiker Oqtay Əsədov Xocalı soyqırımla bağlı məsələyə toxunub. Spiker bildirib ki, bugün Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macaristan, Panama, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sərəncamı ilə Xocalıda baş vermiş qanlı qətliamı soyqırım kimi tanıyırlar. Xocalı faciəsi dünya miqyasında tanınması üçün görülən tədbirlər mütəşəkkil xarakter almışdır. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək müddət ilə daha dönüşlədir. Mən sizə demək istəyirəm ki, məsələn, İslam Əməkdaşlıq Təşkilatı parlament tutarında Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macaristan, Panama və Honduras parlamentlərinin müvafiq sənədlərində Xocalı törədilmiş qətlərin soyqırım kimi qəbul edilmişdir. Rumıniya, Bosniya və Hersegovina, Qərbayna parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatında icra və qanunveç orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə bunu istəmişdir. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, eyni zamanda digər dövlət orqanlarının, o cümlədən Milli Məclisi, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir. Spiker onda bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlər arası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Xocalıya Ədalət Beynəlxalq Kampaniyası real və konkret nəticələr verməkdədir. Xanım Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Xocalıya Ədalət Beynəlxalq Kampaniyası real və konkret nəticələr verməkdədir. Biz əminik ki, heç bir cinayət cəzası qalmayacaq və Xocalı soyqırımında öz cəzası alacaqdır. Gündən günə həm siyasi, həm iqtisadi çəksi artan Azərbaycan, biz əminik ki, həm Dağlıq Qarabağın, həm ətrafındakı 7 rayonu azad edəcək və Xocalı soyqırımının qətliamı günahkarları öz layiqli